Davam eləyirik, hörmətli tamaşaçılar. Elə reklam fasiləsinə ayrılmamışdan əvvəl də qeyd elədiyimiz kimi studiyada qonağımız var. Bir daha sizi salamlayırıq. Xoş gəlmişsiniz. Xoş gəldiniz. Necəsiniz? Sağ olun, çox sağ olun. Siz necəsiz? Çox sağ olun, Təşəkkür edirik, biz də yaxşıyıq. Sabahları sizlə açmaq da bir özəldir. Çox sağ olun. Dəvətiniz üçün mütləq. Nə gözəl, nə gözəl. Ümumiyyətlə, bu ailə mövzuları bitmək bilmir. Hər zaman gündəmdədir, hər zaman müzakirə olunur. Yəni, bir nəticəyə gəlib çıxılmır sanki. Və hər kəs uğurlu ailəni axtarır. Amma uğurlu ailənin sirri nədir? Nədədir, necə olmalıdır? Bu suala cavab tapmaq çox çətindir. Sizdən öyrənmək istəyirik. Uğurlu ailənin sirri nədədir? Uğur sözü artıq burada bir faktordur ki, sən əlindən gələni etməlisən. Bütün müsbətlərini, yəni mübarizə meydanına qoymalısan. Mübarizə meydanı dedim. Normalda, yəni ailə mübarizə meydanı deyil amma. Bəli. Burada kimsə ailədə qalib olacaq, kimsə birinci olacaq, kimin sözü keçərli olacaq deyilən bir mübarizə meydanı deyil. Müasir ailə, ənənəvi ailədən fərqli olaraq biz problemlərimizi hansı çətinlikləri aşaraqdan, kim qalib gələrəkdən, öhdəsindən gələcək kimi deyil, müasir ailə bizim dövrümüz zamanımızda biz öz aramızda necə anlaşacağıq ailəsinin kökünü bundan qoymalıdır. Özəlliklə ailələrdə baş verən proseslər, müasir dövrə uyğun, böyüklərimiz deyir, əvvəllər belə deyil idi, bizim vaxtımızda belə deyil idi. Əlbəttə ki, zaman dəyişir, insanların xarakteri dəyişir, mühitə uyğun olaraqdan, inkişafa uyğun olaraqdan ailə münasibətləri də dəyişir. Bu dəqiqə faktor olaraqdan ailədə hər iki cütlük öz azadlığını, komfort zonasını, sərhədlərini qorumaq və özünün, yəni şəxsiyyət kimi formalaşdığı anda ailənin özündə də son sözü mən deyəcəm kimi münaqişələr üzərində qurulan bir şeylər də olur. Yəni, baxaq, ailə necə olmalıdır? Birinci, evlilikdən öncə cütlüklər mütləq şəkildə bir-birlərinin bütün dəyərlərini bilməlidirlər. Bu da bir neçə hissəyə bölünür. Belə deyək ki, evliliyin mənasını bilmədən artıq zamandır evlənməliyəm deyən cütlülüklər də var. Amma məqsədli şəkildə, yəni bir-biri ilə ünsiyyətə girib, bir-birini tanıyıb və həyatını sona qədər bir yerdə adımlamaq istəyən cütlüklər də var. Siz dəyərlərini bilməlidirlər. Elə yaşda ailə quranları var ki, onlar heç özlərini belə şəxsiyyət olaraq hələ anlamırlar. Dəyər anlayışını belə anlamırlar. O ki, qaldı öz dəyərlərini bilib, qarşı tərəfə o dəyərləri ötürə bilsinlər. Məhz bu səbəbdən dedim, bu iki hissəyə bölünür. Ailənin təməli iki hissəlidir. Birinci, anlamadan sadəcə zamandır evlənirlər. Burada insanlar bir-birlərini tanımırlar. Bəziləri görücülük, bir-birlərinə tanışlıqla, yəni evlilik olur. Var onlar, görücülük. Var, bəli, var. İndi hər şey bizi dinləyənlər deyəcəklər ki, mən elə evlənmişəm, çox gözəl də bir ailəm var. Bu yenə şəxsiyyətə artıq bağlıdır. Bayaq şəxsiyyət dedim. Bu yenə də şəxsiyyətə bağlıdır, şəxsə bağlıdır, ailənin içində bir-birinə hörmətə bağlıdır. Müasir ailənin bilirsiniz, ən böyük problemi nədir? Ailə qurulur, amma qurulduqdan sonra ünsiyyət yoxdur. Bütün problemlərin başında da ünsiyyətsizlik durur. Eyni anda danışıb, eyni anda fikrini bildirmək, orada bir münaqişəyə aparıb çatdıracaq. Amma hörmətli şəkildə, yəni biri-birini dinləyərəkdən istənilən ailədə istənilən problemi həll eləmək mümkündür. Müasir dövrdə maddiyyat problemdir, ünsiyyətsizlik problemdir, bir-birini tanımadan sosial setlər üzrə tanış olub evlənmək problemdir. Yəni, insanlar bir-birlərinin, bayaq söylədiyim, dəyərlərini bilmədən, xarakterlərini, psixoloji durumunu anlamadan evlənirlərsə, demək, bütün problemləri evlilikdən sonra qarşılayacaqlar. Amma evlilik öncəsi bir tanışlıq varsa, insanlar bir-birlərini tanıya bilirlərsə, cütlükləri nəzərdə tuturub, bu zaman evlilikdən sonra dünyaya gələcək uşağın belə travması olmaması ehtimalı. Çox gözəl bir məqama toxundunuz, üzr istəyirəm Aysel. Bir-birlərini evlilikdən qabaq tanımaq, indi açıq deyək, sevgililik müddəti bizim ölkəmizdə 5 il və onun üstündə olan cütlüklər barmaqla saya bilərik də. Bizdə məsəl üçün, bir ilə bir-birimizi tanıdıq, 6 ay, 2 ilə bir-birimizi tanıdıq və gəlin etiraf eləyək ki, insanlar da ilk həmin vaxtlarda özlərini yaxşı tərəflərini həmişə qabardırlar, önə çıxardılar. İndi sevgililik dönəmlərində həm hisslər də başqa cür olur, amma sonra 3 ildən sonra bəzən 4 ildən sonra, 5 ildən sonra insanlar bəzən qarşındakı insanın bir xasiyyəti ilə, yeni bir xüsusiyyəti ilə tanış olurlar və bu ciddi problemlərə gətirib çıxarır. Məncə, biraz bunun da rolu var burada. Çünki, məsələn, bir çox Avropa, indi bizim öz mədəniyyətimiz var, öz mentalitetimiz var. Avropada falan, bəli, 5 il, 10 il insanlar rəsmi nigaha girmədən bir yerdə yaşayırlar, münasibətlərini inkişaf elətdirirlər. Tam arxayın olurlar ki, bəli, bunlar bir ömrü axıra qədər bir yerdə paylaşa bilərlər, ondan sonra evlənirlər. Amma bizdə belə hallar yoxdur və ilk ildə də hamı özünü mən beləyəm, mən eləyəm, yaxşı təqdim edir. Bilirsiniz necə? Burada belə deyək
deyək ki, bütün cütlüklər psixoloq deyirlər ki, bədən dilindən tanısınlar, birinci görüşdən anlasınlar ki, necə bir insandır. Nə qədər vaxt lazımdır? Yaxşı. Baxın, orta statistika. ilkin 6 ayı nəzərə gətirək də. Yəni, insan o qədər davranışlarını professional idarə edə bilməz ki, ilk 6 ayda kiçik bir qüsurlarını göstərmiş olmasın. Amma gəlin bunun indi ikinci tərəfinə baxaq. İnsanlar üçün ki, 6 aydan sonra bunu heç bir şey görmədirsə, bu idealdır deyilən bir şey də yoxdur. Çünki ailənin daxilində şərtlər dəyişilir. Ailənin tələbləri dəyişilir, problemlər dəyişilir. Problemlər dəyişildiyi anda insan şəraitə uyğun olaraq da xarakterini dəyişikliyi göstərəcək bir mənalı. Amma cütlüklər də bunu nəzərə almalıdırlar ki, heç kim ideal ola bilməz. Zaten biz hamımız bu cümləni bilirik. Biz deyir, təcrübələr üzərində böyürük. Yanlışlarımızın içinədir doğrularımız, doğrularımızın içində yanlışlarımız var. Biz bunlara hörmətlə qarşılamış olsaq, o zaman çox problemləri evlilikdən sonra da atlata bilərik. Misal üçün, ay mən bu insanı tanımırdım. Birdən-birə necə oldu bu dəyişdi deyilən bir anlayış. Evlilikdən öncə olan tanışlıq ərəfəsində də ola bilər. Sadəcə şərtlər budur. İnsanın qarşı tərəfin mənə davranışı, kobud davranışı, aqressiyası və yaxud da laqeydliyi bu mənim xarakterimə uyğundurmu? Hər iki tərəf, hər iki cütlük qarşı tərəfin xarakterinə uyğun və ailəsinə uyğun planlarını qurmalıdır. Hansı plan deyirəm? İnsan necə birdir, hansı ailənin özüdür, orada şərtlər hansıdır? Mən bunlara kimlərdəndir, kimin qızıdır, kimin qızıdır, kimin qohumudur. Şəki xanımlardandır, Bakı Baxın, bilirsiniz nədir? Boşanmaların böyük əksəriyyəti nədir? Cütlüklər bir-birlərini sevirlər, ailəyə daxil olurlar, orada qaynana var, orada qaynata var, orada kənar müdaxilələr var. Sevgiyə müdaxilə oldu, demək o sevgidə də bir boşluq olub. Elə sualım ondan əlaqədar olacaq, çox yaxşı vurğuladınız. Yəni, kənar müdaxilə hər zamanmı o cütlüklərin münasibətinə zərər vurur? Bəlkə əks nə olur? Bilirsiniz, bəzən kənar müdaxilə cütlüyün bərkiməsinə kömək edir, bir-birini tanıyıb daha sıx anlamasına kömək edir. Bəzən isə kənar müdaxilə o qədər güclü ola bilir ki, zəif tanışlığı olan, zəif dəyərlərini bir-birini tanıyan cütlüklərə mənfi təsir edə bilir. Cütlük bir-birini psixoloji, sağlıqlı, hər bir tərəfdə, yəni ümumi dəyərləri, dini dəyərləri, maraqları belə varsa, artıq onlar evliliyin nə olduğunu anlayırlarsa, məqsədli şəkildə bir-birini tanıyıb evləniblərsə, əlbəttə ki, deyir o böyüklərdən bəzən müdaxilə olur, finanslarını idarə etmə müdaxiləsi olur. Zamanla mən öz seanslarımdan deyirəm, misal üçün gəzməyə gedirlər, böyük zəng gelir, deyir, niyə getmişsiniz, nə qədər xərclədiniz, bugün uşağa necə baxdınız, nənələrin uşaqları... Müdaxiləyə fərq var. Əgər maddi müdaxilədirsə, problem yoxdur. Seanslarınıza mən gələcəm, həmkarım qoy sözünü tamamlasın. Maddi müdaxiləyə okeydirlər, amma başqa cür müdaxilə olanda ki, niyə getdin, biraz az xərclə məsələsi olanda, onda problem yaranır. Düzdür, müdaxilə fərqləri var deyəsən. O təsir var. Siz onu hansı yöndə misal üçün vurğuladınız? Olarmı onu anlayayım? Müdaxilə məsəl üçün ən çox kim müdaxilə edir ailəyə? Ya əgər oğlanın anası, atası varsa, sağdırsa, onlar müdaxilə edirlər, hətta bacısı da müdaxilə edə bilir. Və yaxud da ki, eyni hal xanım tərəfindən olur. Bəli, yəni finans müdaxiləsi, yəni cütlük böyüklərdən kömək istəyəndə, yəni onu nəzərə tutursuz ki, kömək göstərəndə yaxşıdır, o da müdaxilədir, elə deyilmi? Bilirsiniz, biraz kömək göstərəndə də artıq öz sözləri keçsin istəyir. Bu müdaxilə deyil, bu müdaxiləyə yol açan bir vasitədir. İlkin qapıdır, ondan sonra gəlir. Cütlüklər birincisi evlənməmişdən öncə də bilməlidirlər ki, biz finans baxımından biz necə, yəni finans cütlük arasında çox böyük bir qlobal problem. Bəli, əgər baxın, qadın kişi rolu var ailədə. Hazırda müasir ailədə, belə deyək də, qadın ənənəvi ailədə evin işığıdır, enerjisidir. Kişi deyir, gətirir, qadın onu yerbəyər edir, uşaqları böyüdür, o evə baxır, o da çöldə. İndi o əvvəllər olub. Mağara dövrü mövzudur. O ənənəvi ailədə. İndi baxın, müasir dövrdə nədir? Qadın da çalışır. Baxın, bir insanın bir neçə rol oynamağı çox çətindir. Məsələn, ideal ana olmaq, ideal həyat yoldaşı olmaq, ideal gəlin olmaq, ideal işçi olmaq, bir insanın bütün bunları uğurlu olması. Görün, nə qədər çətin. Amma statistikada var ki, kişilər bir işi, iki, üç işi eyni anda görə bilməsələr, bilmirlər daha doğru, amma qadınlar edə bilirlər. Daha çətinlik olur, çünki bir şey fokuslamaq daha rahatdır kişilər üçün. Edə bildikləri anda bu tükənmə sindromuna da gəlib çıxarda bilir. Bir zamanla qadın tükənir. Evdə biri güclü, biri zəif olmalı deyil. Hüquqlar bərabər olmalıdır. Dəstəkli şəkildə, hörmətli şəkildə olmalıdır. İstənilən bir münasibətdə. Baxın, məsələn, əgər yalnız qadın finans baxımından ailəni təmin edirsə, orada balans pozulacaq və bir
zaman artıq bir münaqişə yaranacaq və ya da kişinin hüquqları azalacaq. Burada liderlik artıq qadına Bu ənənə gələcək. də ola bilər. Məsəl üçün qaraçılar haqqında bir reportaja baxmışdım. Əgər bilmirəm sizin qarşınıza çıxıb yoxsa yox. Orada kişilər evdə otururlar, qadınlar daha çox işləyirlər. işləyirlər. Bu ənənədir. Bunlarda ənənədir. Bu problem yaratmır. Əksinə hər şey gözəldir. Amma bunu seyirləsə orada qadının yenə lider xarakterli olduğu hiss olunacaq. Yenə də istər-istəməz söz üstünlüyü, yəni burada qadında olacaq. Bu qaçırılmaz bir şeydir, yəni. İstər-istəməz evi dolandıran, evdə rəhbər olan, evin problemlərini daşıyan güclü tərəfdir. Qadın da güclü tərəf olursa, o zaman kişi onun yanında zəifdirsə, bu zaman balans pozulacaq. Uşağın da gözündə ata zəif olacaq. Başqa insanların, dostların, qonaqlar belə gələndə kişinin zəif, evin aurası, evin enerjisi dəyişilmiş olacaq. Biz normalda gördüyümüz kimidir, ilahidən yaranan yaratılış kişidirsə, o çox güclüdür, evi qoruyandır, evə sahib çıxandır. Qadın da öz sevgisi ilə, enerjisi ilə bu balansı, yəni tarazlayandır. Əgər qadın tükənmiş sindromundasa, qadın narahatdırsa və energetik olaraq aqressivdirsə, o evdə balans pozulacaq. Uşaqlara hisslənəcək, yoldaşa qaşqabaq edəcək və burada problemlər başlayacaq. Bayaq çox gözəl bir məsələyə toxundunuz, öz müşahidələrinizdən danışdınız. Bizim ölkədə çox da populyar deyil, çox təəssüf ki, insanlar bundan biraz çəkinirlər. Cütlük seansları problem yaşayanlar psixoloqlara müraciət edir. Yəni ki, sizə belə müraciətlər çox olur. Nələr müşahidə edirsiniz? Mənə çox maraqlıdır. Yəni ümumi problemi, yəni bu ailə daxili məsələləri bir qruplaşdırsaq ki də ən çox nədə görürsünüz problemi? Çünki cütlüklərlə işləyirsiniz deyə hər halda siz daha yaxşı bilərsiniz. Bəli, ən böyük problem evlilikdən sonra uşaq dünyaya gəlir, problemlər adlandırdığımız o problemlərin sayı artır. Artıq burada finans balansı da ortaya çıxır və insanlar bir-birlərinə qarşı münasibətlərində energetik soyuma, yəni uzaqlaşma baş verir. Bu nədir? Yəni, hazırda müasir dövrümüzdə başqa bir problem də var. Bizim bu telefon, gadjetlardan asılı dövrümüz. Ünsiyyət azalmağa başlayır. Ana uşaqla məşğul olur, problemlərdən sonra bir-birlərinin qarşılaşanda axşam hamı evə gəlir. Problemlərdən birinci danışmağa başlayırlar. Ünsiyyət balansı da pozulur. Burada, misal üçün, daha çox qadınların şikayəti bu olur. Bizim münasibətlərdə çox böyük bir boşluq var. Evə gəlir, biz söhbət etmirik. Əgər mən nədənsə danışıramsa, o telefona baxır, uşaqlarla maraqlanmır. Bəli, bütün bu əlaqələrdə boşluq yarandıqdan sonra ailədə özəlliklə bizim münasibətlərdə sevgi əlaqəmiz də yəni azalıb, artıq biz iki ayrı insanıq bir evin içində. Bu zaman bəli. Və burada yadlaşmadan sonra artıq bir psixoloqa müraciət edir. Mən deyim ki, hazırdakı dövrümüzdə çox böyük məmnuniyyətlə müraciət də edirlər və artıq bu belə deyil, psixoloqa getdim, mən psixi problemi var. Xilas eləyə bildiyiniz ailələr olub? Əlbət, əlbət. Ən böyük problem nəyə görə yaxınlaşıblar, göz qabağındadır ki, eyni anda danışdıqları üçün və çığırtı ilə danışdıqları üçün heç biri bir-birini eşidə bilmir. Amma seans dövründə çox sakit, biri fikrini anladıb, digəri ola dinlədikdə daha çox bir-birlərini gedib ikinci seansa tamam fərqli cütlüyü görə bilirəm. Ona görə toylarda həmişə deyirlər ki, birinizin dediyini, birinizin qulağını eşitsin. O da oradan gözəl məsələdir. Yəni kommunikasiya qura biləsiniz, dinləyəsiniz və danışa biləsiniz. Çünki qarşılıqlı olanda daha sağlam bir mənzərə ortaya çıxır. Mənim bir sualım da olacaq, çox qısa sizdən cavab istəyərdim. Başa düşürük, müasir dövrdə artıq qadın işi, kişi işi məsələləri bitib. Yeri gələndə ailədə uşaqla da atası maraqlanmalıdır, qadın da işləyir, çalışır. Bunlar hər şey okeydir. Amma biraz sizcə bu bəzən, bəzi ailələrdə təbii ki, hər kəsə aid eləmirik, itir və kişinin o bildiyimiz rolu, obrazı yavaş-yavaş əldən çıxır. Mən düşünürəm ki, bu özü də ayrıca bir problemdir və siz necə fikirləşirsiniz? Əldə çıxma səbəbi var. Hər insan özünün xarakterinə, məqsədlərinə uyğun hərəkət edir. Yəni, özünü qəbullandırmağı bacarır. Əgər bir kişinin evdə özünün rolu əldən çıxırsa artıq, yəni emosional olaraqdan, yəni özünü ifadə edə bilmirsə, uşaqla kontakta girə bilmirsə, yoldaşla kontakta gedə bilmirsə, kommunikasiya bayaq dediyimiz kimi pozulubsa, əlbəttə ki, öz rolunu itirmiş olacaq. Başa düşürsünüzmü? Yəni, cütlüklər evlilik dövründə ən önəmli olan onların yetişdirdiyi evladı belə düşünməlidirlər. Çünki valideynlər arasında olan münasibət bu bizim travmalarımızdır. Gələcəkdə öz həyatımızda, ailə həyatımızda, əks cinslə münasibətimizdə ifadə edəcəyimiz roldur. Kişi öz rolunu itirirsə, bu zaman qız uşağı evdə ya çox güclənir,
valideyni, yəni anası kimi çox güclənə bilər, atanı yəni dinləməyə bilər, atanı zəif görə bilər və gələcəkdə öz həyat yoldaşına qarşı da eyni lider, yəni xarakterli, yəni ailədə rəhbərlik etmək istəyəcək. Və yaxud da burada əks, oğlan çox zəifləyə bilir, çox zəiflədiyi anda qarşı cinsə tərəfə olan aqressiyası arta bilər. Yəni baskı var, özünü müdafiə etmək üçün daha aqressiv ola bilər və burada münasibətlər hər uşağa, həm oğlana, həm qıza yəni təsir edir. Evdə həmən balansı itməsin deyə söylədiyim kimi, məqsədlər evlilikdə bölünməlidir. Sən evlilik haqqında nə düşünürsən, evlilikdən nə nəticə gözləyirsən, bizim münasibətlərimiz hara qədər, yəni aqressiyamız olduğu zaman biz birimizdən hansı münasibətdə olacaq, biz nə dərəcədə bir-birimizi dinləyə biləcəyik və ünsiyyət kəsildiyi an sadəcə münaqişə yaratmadan bir-birini anlatmaq lazımdır. Belə qruplaşdıra bilərik, qısaca deyə bilərik ki, hər şey balanslı olanda daha gözəl olur. Hər şey balanslı olanda yəni bir-birinin telefonuna baxmaq da belə balanslı olmalıdır. Günümüzün sualıdır. Cütlüklər bir-birinin telefonuna baxa bilər misal vermişik. Sizin cavabınızı alaq, daha sonra baxaq bir tamaşaçılar nə deyirlər. Cavablar əlbəttə qətiyyən münasibətdən asılıdır. Baxmaq istəyirsənsə baxsın deyirik. Siz nə deyirsiniz bəs? Ümumiyyətcə, əgər cütlük arasında hörmət və bir-birinə inam, güvən varsa və bu olmalıdır. Bu yoxdursa ailədə yəni sağlam münasibət deyil. Bəli, yoxdur. Sağlam münasibət deyil. Onun telefonunda, məsəl üçün, xanımın telefonunda rəfiqələri ilə olan elə bir söhbət ola bilər ki, əks cinsi bunu oxumağın, görməyinə ehtiyac yoxdur. Və yaxud da hər kəsin özünün müasir dövrdə bayaq dedim, özünün komfort zonası var. Bu bir-birinə qarşı olan hörmətsizlikdir. Əlbəttə ki, cütlükdə yanlış bir davranış görmürsənsə, cütlükdə məsəl sənə qarşı olan sevgi azlığı, ailədə münaqişələrin olmağı, inamsızlıq yaranmışsa söhbət etmək lazımdır. Telefondan artıq belə bir şey deyək. Telefondan baxdıq, bir məlumatı aldıq. Bu da seanslara qayıdacaq. Aldıq. Əgər sən burada kəskin formada bunu bir qərar verib, əgər çox bir yanlış adımı görmüsənsə, belə deyim, münasibətləri nöqtəsini qoyub ayrılacaqsansa, yenidən belə deyim, bu çox təkrar olunmuş halda, yəni xəyanət etdi, xəyanətini tutdu, bir daha oldu. Yəni burada onsuz da artıq bir evin içində ayrılmış iki ailədən gedir söhbət. Ona görə zamanında ünsiyyətlə, mədəni, hörmətli şəkildə yəni məsələləri həll etmək lazım və biri-birinin telefonundan girmək lazım deyil. Yəni sizin ona burada vəziyyət, daha doğrusu cavabınız, baxmaq istəyirsə baxsın da deyil, qətiyyən də onda. Belə deyə bilərikmi? Qətiyyən baxmamalıdırlar. Bəli, baxmamalıdırlar. Bu hörmətsizlikdir. Bəli, baxmamalıdır. Bəli. İndi bizim indi sorğunun nəticələri var. Ekranda da görürsünüz. Bizdə sorğuda belədir nəticələr. Cütlüklər bir-birinin telefonuna baxa bilərmi? Əlbəttə 24%, qətiyyən 16% tamaşaçımız səs verib. Münasibətdən asılıdır 29% tamaşaçımız səs verib. Baxmaq istəyirsə, baxsın 32% tamaşaçımız səs verib. Hələ ki bizdə nəticələr belədir. Çox sağ olun. Çox təşəkkür edirik. Bizdən bir daha təşəkkür edirik. Düşünürəm bir çox yeni bəlkə də ailə qurmaq istəyənlər üçün bir faydalı tövsiyələr oldu sizin dediklərinizin hamısı. Çox təşəkkür edirik. Biz bugün uğurlu ailə münasibətləri üçün nələr lazımdır, nə etmək lazımdır sualına və digər bu kimi suallara cavab tapmaq istəyirdik və bizim qonağımız klinik psixoloq Ruhiyyə xanım Rüstəmova idi. Bir daha təşəkkür edirik. Çox sağ olun.